Qürur. Son zamanlarda ən çox işlədilən sözlərdən biridir bu. İlk baxışda xoş səslənir. Qürur duyuram. Mən də övladımla qürur duyuram. Bu hissi yaşamaq gözəldir. Onu təkrar-təkrar içindən keçirmək insana güc verir. Amma bəzən bu söz başqa birisindən gəldikdə insanın ruhuna toxunur. Qəlbi sıxılır, əhvalı dəyişir insanın. Əgər biri özündən danışaraq deyirsə mən qürurluyam, bu zaman sanki təkəbbürə toxunan bir xətt çəkilir araya. Qürur adi bir kəlmədir. Amma toxunduğu ruhlar üçün ya müsbət, ya da mənfi təsir buraxır. Ona görə də düşünürəm. Qürur duyulan şey yaşanmalıdır, deyilməməlidir. Bəzən qürura mən gizli düşmən deyirəm. Bu gizli düşmən beyində kök salır, düşüncəni zəhərləyir. İnsanları bir-birindən uzaqlaşdırır, ailələri dağıdır, sevənləri ayırır, sevgi və hörməti zədələyir. Ən acısı isə odur ki, insan fərqinə varmadan özü özünü alçaldır və sonunda qürur onu bədbəxt edir. Unutmamalıyıq. Əsl ucalıq, əsl böyüklük yalnız Yaradana məxsusdur. Biz insanlar isə eyni torpaqdan, eyni sevgi ilə bərabər yaradılmışıq.